vaxtınız xeyirli olsun, Marketing Talks'un daha bir buraxılışı ilə qarşınızdayıq. Daha bir dediyim hardasa gəlib 73-cü buraxılışa qədər çatmışıq. Maşallah, maşallah. Doğrudan heç vaxt necə gəldi, keçdi. Bəli. Bu ardıcıl çəkilişlər. Bəli. Mövzular bəlkə mövzuların maraqlı mövzular qonaqlara görə hələ sentyabra qədər də planlamamız var. Sentyabra qədər də bəli. Bəli, yəni mən hələ bir çox şey əlavə etməmişəm. İlkin o bizim planlamamızda artıq sentyabra qədər var. Növbəti çəkilişimizdə, hətta bugünkü çəkilişimiz də spontan oldu mövzu olaraq, qonaq olaraq spontan oldu çünki gündəmdə olan bir mövzudur, maraqlı bir mövzudur. Bu mövzudan da yan keçə bilməzdik. Ona görə hələ məncə biz dekabra qədər planlamamız var. Əsas keyfiniz yaxşıdır da. Mənim keyfim əladır. Getmişəm, gəzmişəm, gəlmişəm. Daha nə olsun mənim? Çox gözəl. Düzdür, bunu qonaqlar hiss eləməyə bilər. Çünki həftədəki buraxılışımızı təqdim etmişik. İndi inşallah bu həftədə Vüsal tez versə, Allah qoysa. Vüsal, boynuma qoymuş olum da sənin də. Bunu da yayımlamış olacaq. Amma mən o 2 həftə ərzində mayın əvvəlindən ortasına qədər qəşəng gedib gəzmişəm. Mövzumuza keçməmişdən qabaq mən Humay Əhmədzadəyə təşəkkür etmək istəyərdim. Bizim bir il bundan qabaq, bəlkə də bir ildən daha artıq bundan qabaq Spotify hesabımızı yaratmışdıq ki, biz ora kontenti yükləyək. Yazanlar da, pozanlar da qınıyırdı bəzən, tələb edirdi bəzən ki, yaxşı da, yəni Spotify-da istəyirik dinləmək, biz YouTube-da çətindir və s. və axır. Düşünürdülər ki, biz özümüz bilərəkdən Spotify-a yükləmirik, amma hesabımızda problem vardı və Humay Əhmədzadə bu problemi həll elədi. Buradan özümüzü tuturuq, ona təşəkkür edirik. Nəhayət ki, artıq Spotify-da verilişlərimiz böyük sürətlə yüklənilir, rahat dinləyə bilərsiniz. Eyniliyindən həqiqətən də Humay çox təşəkkür edirəm. Onun sayəsində artıq biz fərqli günlərə yükləmişik, planlamaya da qoymuşuq. Yəni mütəmadi olaraq bu buraxılışları YouTube-da izləyə bilməyənlər oradan rahatlıq şəkildə dinləyə biləcəklər. Həftədə bir dəfə orada da yayım olacaq və rahat bir şəkildə avtomobildə, idmanda, hansısa bir kofe shopda oturanda dinləyə bilərsiniz. Çox təşəkkür edirəm Humay. Sizə də təşəkkür edirəm ki, dəstək göstərirsiniz. Və tələb edirsiniz ki, Spotify-da olsun. Bəli, çox sağ olun. Sağ olun. Yəni başqa hansı saat istəyirsə problem yox. Tələb eləyə bilərsiniz. Biz onsuz da bizi necə deyərlər, dinləyənləri, izləyənləri dinləyirik və qulaq asırıq. Ona görə də çox təşəkkür edirəm. Bizim artıq bilirik ki, keçən buraxılışda da reklam qanunlarındakı dəyişikliklərdən dolayı biz mütləq bunları da vurğulamalıyıq. Bizim amma tərəfdaşımız var, Digibum agentliyi. Mən o agentliyə də təşəkkürümü bildirmək istəyirəm. Elə buraxılışımızın əvvəlindəki onlar da çox sağ olsunlar bu məsələdə və bu reklam deyil, amma Qarmediaya da təşəkkür edirəm ki, orada heç bir reklamdan söhbət gedə bilməz, amma Qarmediaya da təşəkkür edirəm ki, bu studiyaya görə bizə şərait yaradıblar. Bugünkü buraxılışı burada yayımlayırıq. Başlayaq müəllim. Başlayaq. Qonağımızı çox gözlətdik. Biz həmişə belə oturuq dərdləşirik, qonağımız qalır yazıq kəmərdə. Başlayaq. Bugün artıq təkcə marketinqə dair bir mövzuya toxunmağı düşünmədik. Əslində deməyim belə yanlış çıxar. Çünki innovasiya, inkişaf, startaplar yalnızca bir texnologiyanın, yəni gənc ideyalar yalnızca texnologiyanın bir hissəsi deyil. Bugün artıq marketinqin də ayrılmaz bir hissəsinə dönüb və bu Azərbaycandakı bu startap ekosisteminin, innovasiya ekosisteminin qurulmasında dəstək olan qurumlardan birinin bizdə qonağı var. Mən deyərdim flaqman. Flaqman hətta. Xoş gördük Orxan bəy. Necəsiz? Sağ olun, sağ olun. Siz necəsiz? Yaxşı. Sizlə düzdür, buraxılışdan əvvəl salamlaşmışıq, danışmışıq. Amma burada bir ilk dəfə görüşmüş kimi eləyək. İlk olaraq təşəkkür edirik ki, dəvətimizi qəbul etdiniz, gəldiniz. Bilirəm ki, qrafikiniz sıxdır bu aralar Baku ID tədbirinə görə. Bununla da bağlı danışacaq gedişatda. Və buna görə həqiqətən çox sağ olun. Təşəkkür edirəm. Burada kadr arxasından Ocan xan var. Ona da təşəkkür edirəm. Mən hamının adını çəkəcəm. Görünən görünməyən hər kəsin adını. Ona da təşəkkür edirəm. Mahir bəyə təşəkkür edirəm ki, bizim üçün şərait yaratdı ki, sizi tanıyaq və dəvət eləyək. Amma buraxılışımıza başlamadan əvvəl mən istəyərdim ki, bizi izləyənlər də qonağımızı tanısın. İlk öncə çox sağ olun dəvətiniz üçün. Çox maraqlı podkastınız var. Həm Spotify platforması üzərindən də dinləmək doğrudan çox rahatdır. Artıq belə deyək də o istiqamətə getsə digər podkastlarda çox maraqlı olar. Adım Orxandır. Sabah Hub'ın idarə heyətinin üzvüyəm. Sabah Hub barədə qısaca məlumat versəm, Azərbaycanın ən böyük innovasiya mərkəzidir. Fəaliyyətimiz 3 əsas istiqamətə bölünür. Təhsillə bağlı, insan kapitalının inkişafı ilə bağlı olan bizim fəaliyyətimiz. Burada akademiya, məktəb və IT akademiya və sair digər məhsullarımız var, hansı ki, bazarda insan kapitalının inkişafına dəstək göstərir. İnfrastrukturla bağlı olan bizim
fəaliyyətimiz var. Harda ki biz startaplar üçün dəstək infrastrukturu qururuq. Sabah Lab akselerasiya inkubasiya proqramlarımızdır. Sabah City layihəmizdir 20 hektarlıq ərazidə artıq innovativ şəhərcik tikintisi ilə və orada belə cəmiyyətin qurulması ilə məşğuluq. Və ən son fəaliyyət istiqamətimizdə investisiyalarla bağlıdır ki, startaplara, ilkin aşamada olan startaplara, Azərbaycanda və regionda olan startaplara dəstək olmağa çalışırıq. Burada həm 25 milyon dollarlıq venture fondumuz var, həm Sabah Angels mələk investor klubumuz var. Və ən sonda da vurğulamaq istədiyim Baku ID tədbiridir ki, ildə bir dəfə yığışırıq, gördüyümüz belə deyək fəaliyyətin nəticəsini təqdim eləyirik. Eyni zamanda bir festival formatında bunu qeyd eləyirik. Birlikdə bizim partnyorlarla və s. Həmçinin də startaplar üçün investisiya almaq üçün Baku Investment Day açılışı olaraq, yəni investisiya cəlb eləmək üçün unikal imkan yaratmağa çalışırıq. Əla, bizim söhbətin gedişatında Baku ID-dən bəhs eləyəcəm, amma mən istəyərdim ki, ilk olaraq gəlin birinci elə innovasiya ekosistemindən danışaq ki, bu innovasiya ekosistemi anlayışı nədir? Azərbaycanda necədir vəziyyət? İstənilən ölkənin innovasiya ekosisteminin əsas oyunçuları var. Burada özəl sektorda, yəni bu Sabah Hub kimi, digər innovasiya mərkəzləri kimi mərkəzlər. İkinci əsas oyunçu deyərdim dövlət qurumlarıdır və onların dəstək mexanizmləridir. Üçüncü isə korporativ şirkətlər və onların dəstək verdiyi venture fondlar və s. və s. Azərbaycandakı innovasiya ekosisteminə toxunsaq, burada həm dövlət tərəfindən böyük dəstək var. Burada innovasiya agentliyi olsun, həm 4-cü sənaye inqilabı mərkəzi olsun, həm digər qurumlar olsun ki, bu istiqamətdə startaplara və innovativ inkişafa təkan verirlər. Korporativləri qeyd eləmək olsa Paşa Holdingdir. Eyni zamanda Sokar, hansı ki bu yaxınlarda böyük innovasiya ilə bağlı görəcək işləri anons eləyib və eləməyə də davam eləyəcəkdir. Və eyni zamanda venture fondlar və s. hansı ki startaplara investisiya eləyir. Bayaqlarım elə Əli bəy ilə danışanda verilişdən əvvəl qeyd elədim ki, Sabah fond olaraq biz artıq 10 startapa investisiya eləmişik. Onların böyük bir qismi Azərbaycanlı startaplardır. Hələ ki konfidensialdır, amma inşallah Baku ID tədbiri zamanı hamısını səhnədən elan eləyəcəyik. Əla. Startaplara konkret hansı dəstəklər görülür? Bizi izləyənlərin böyük əksəriyyətinin biz yaş kateqoriyasına baxanda, bu yaxınlarda kanalın analitikasına baxanda gənclər də çox böyük təşkil edirlər və onların da böyük əksəriyyəti görürəm ki, startaplara maraq göstərirlər. Bizim buraxılışlardan biri də məhz bu startap yönündə idi və onun izlənmə sayına da baxanda marağın nə qədər yüksək olduğunu görürəm. Ona görə istəyərdim ki, elə onlar üçün də bu sual verim. Konkret hansı dəstəklər göstərilir? Startaplara göstərilən dəstəklər bir neçə belə deyək mərhələlərdən asılı olaraq dəyişir. İdeya aşamasında olan startaplara dəstək olaraq inkubasiya mərkəzləri var. Hətta deyərdim hazırda industriyaya özəl inkubasiya mərkəzləri də açılır. Bu kreativ sahə ilə bağlı olan digər mərkəz var. İnnovasiya agentliyinin öz dəstək mexanizmləri, inkubasiya proqramları və s. var. Eyni zamanda mərhələdən və industriyadan əlavə olaraq da dəstək mexanizmləri fərqlənir. Məsələn, dövlət tərəfindən startap şəhadətnaməsi var. Bu mənfəət vergisindən azad edir startapları ilk 3 ilində. Təbii ki, bunu məsləhət görürəm ki, mənfəət gələndən sonra artıq həmin sertifikatı alalar, belə birbaşa ilə startap sertifikatını almayalar. Bundan əlavə digər mexanizmlər də var. Təbii ki, yatırım fondları var. Sabah fondu orada olsun, Sabah Angel Club olsun, digər mələk investor klubları olsun, hansı ki Azərbaycanda artıq çox aktiv formada yaradılmaqdadır və mələk investorlar da yatırım eləməyə can atırlar və startap axtarırlar, hətta deyərdim. Qəşəng bir məqam vurğuladınız. Elə yenə də tələbələr və startap istəyən, tələbələr deməyim, gənclər. Gənclər deyəndə özümə haqsızlıq etmiş oluruq, müəllim. Ona görə də tələbələr. Yaxşısı ona deyil. Gənclər angel, yəni sahib investorların diqqətini çəkmək üçün nə etməlidirlər? Onlar hazırdılar. Yaxşı bir startapa investor etsinlər. Amma onlar digərləri nə etməlidir müraciətə? Hansı məqamlara diqqət etməlidirlər? Çox yaxşı sualdır. İlk öncə məhsul yaxşı olmalıdır. Məhsul yaxşı olmalı dedikdə müştərinin hansısa bir problemini həll etməlidir. Yəni bu bazarda bir dövriyyəsi olmalıdır. Artıq məhsulu yaratmaq getdikcə daha da asanlaşır və hər şey gedir, çıxır marketinq tərəfinə, bunun artıq satış kanallarını kontrol eləməyə və sürətli böyüməsinə. Təbii ki, rəqəmlər orada olduqdan sonra artıq mələk investorlar da əminlik əldə edirlər. Müştərilər olduqda mələk investorlara da daha maraqlı olur ki, bu startaplara investisiya etsinlər.
Yəni sıfırdan yox, artıq fəaliyyətə başlamış bir startapın özünə daha çox diqqət çəkilir. Təbii ki, çünki artıq ideya mərhələsində qalmaq o qədər də məntiqli səsləmir. Çünki bu süni intellektin inkişafı ilə, no-code, low-code platformaların inkişafı ilə artıq ortaya məhsulu qoymaq getdikcə daha da asanlaşır. Müəllim, burada sizə də sual vermək istəyirəm. Yes. Həmin startapı hazır eləyib artıq, fəaliyyətə başlayıb, Orxan bəyin də dediyi kimi müəyyən müştəri və yaxud da xidmət göstərir, məhsul bilmirəm də orada artıq necə bir layihədirsə, siz tərəfdən istəyərdim belə bir şey soruşum. Necə bir marketinq strategiyası tutmalıdır ki, düzdür, bu böyük bir anlayışdır, amma bir ilkin ipucu kimi ki, necə bir addım atmalıdır ki, investorun diqqətini cəlb edə bilsin? Birinci növbədə məlumat olaraq bayaqdan mən qulaq asıram, indi dinləyin diqqətlə. Birinci növbədə təşəkkürümü bildirmək istəyirəm ki, ilk akselerasiya proqramı Bootcamp təşkil olunanda Sabah Lab tərəfindən orada fərd olaraq mən özüm də müraciət elədim. Baxmayaraq ki, belə deyək də, əksəriyyət auditoriya gənclər idi təbii ki, tələbələr və s. və ilaxır, amma mən sıxılmadım, dedim, okey, gənclərdən biri də mən, maraqlıdır, mən o təcrübəni yaşamaq istəyirəm və müraciət elədim. Sizin sualınıza görə bu hekayəni danışmaq istəyirəm. Dolayısıyla, bəli, mənim də fikrimdə müəyyən bir, belə deyək də, medtech, fintech istiqamətində bir ideyalar var və dedim, okey, baxım görüm, Azərbaycanda ilk dəfə və ilklərdən biri olan bu təcrübədə insanların ideya mərhələsindən belə deyək də yola çıxartması bu bootcampın nə qədər hansı formada baş verir daha doğrusu və o təcrübəni çox maraqlı təcrübəni yaşadım orada. Yəni belə deyək, bəzən bizdə olur, sualınıza gələcəm, birinci sualınıza ki, nədən başlamalıdır, necə başlamalıdır, sonra marketinq tərəfinə yaxın təbii ki, izah verməyə çalışacağam. Bəzən olur ki, bizim gənclər, məsələn, elə təlimlərimizdə də qarşılaşırıq. Deyirlər, məsələn, bizim maraqlı biznes ideyamız var. Məsələn, baxırsan ki, texnoloji bir fikir, ideya istəyir ortaya çıxartsın. Həmən sual verirəm ki, yaxşı, Azərbaycanda bilirsən, belə mərkəzlər var da. Bu mərkəzlərin sənə ancaq faydası dəyər ki, zərəri dəyməz. Deyilən feedbacklər bilirsiniz nədir? Mən əslində elə bu mövzunu da burada açmaq istəyirəm. Elə sualım da sizə olacaq, o tərəfini bəlkə izah eləsəniz, gənclərə də maraqlı olar. Deyir, onlar mənim birdən ideyama uğrasalar necə olacaq? Təhlükəsizlik məsələsi. Yəni mənim ideyam var, mən bu ideya ilə gəlib akselerasiya proqramına qoşularam, keçmərəm, fond əldə etmərəm, amma bu ideyanın biraz dəyişilmiş formasını onlar özləri ortaya çıxarıb, öz bizneslərini daha yaxşı, belə deyək də, uğurlu eləyəcəklər kimi qorxular və şübhələr var. Və təbii ki, indi mənim mövzum bu istiqamətdə deyil tələbələrdən, amma istiqamətləndirməyə çalışıram ki, orada sən ancaq belə deyək də fayda əldə edəcəksən. Yəni məsələyə baxışın dəyişə bilər və s. və ilaxır və çox gözəl mühazirələr də var orada, çox praktik belə deyək alətlər də verirlər sənə, nəyi nətər bu mərhələdən hansı mərhələləri necə getməlisən, biznes modeli necə işləyə bilər, o hissələri izah edir və s. Yəni kifayət qədər mənim yadıma gəlir, hətta yalan olmasın, bəlkə 5 ay birlikdə oldum həmin bootcampda və o 5 ayın ərzində hətta mən bu təcrübəmlə, bu yaşımda xeyli şey öyrəndim. Yəni xarici ekspertlər çox maraqlı insightlar verirdi, yanlışları izah edirdi, nəyi nətər idarə etmək lazımdır və s. və okey, sən heç kim səni demir, məsələn, misal deyirəm, get orijinal ideya ilə illaki fond, ola bilər məqsədin olsun, amma bəlkə simulyasiya eləyə bilərsən, amma ən azından o təcrübəni yaşayıb görə bilərsən ki, yanlışların nədir və s. və ilaxır. İndi gəlirəm sizin ikinci sualınıza, strategiya ilə, marketinqlə bağlı. Bayaq Orxan bəylə o təcrübəni elə mən də paylaşırdım ki, gənclər daha çox, belə deyək də, bir modern biznesmen vibe-ına düşürlər. Adətən, məndə ideya var və mən qısa müddətdə varlı bir insan ola bilərəm vibe-ında yanaşırlar məsələyə və çalışırlar ki, hərə öz tərəfinə çəksin, yəni hökmranlığı öz tərəfinə çəksin. Amma startup komanda işidir. Əbəs yerə deyilməyib ki, o
bir səhv eləmirəmsə belə bir formula var da 10-40-50 bir yanaşması. Yəni bəlkə də ideya orada 10-dur, amma komanda 50-dir. Kimin səhv elədim yoxsa? Yox, düzdür. Düzdür. Komanda 50% bunun komandadır. Deyirəm daha çox. Bəlkə də daha çoxdur, bəli. Dolayısıyla hərə öz tərəfinə çəkir məsələni və s. Amma əslində rüşeymində marketinq başlayır onun. Yəni sənin artıq ideation dediyimiz o ideyanı ortaya çıxardığın, çünki bizdə bilirsiniz nətərdir, toydan sonra nağara kimi olur bəzən. Yəni ideya rüşeymində marketinq tərəfdən düşünülmür ki, bu yaxşı bir qulağa xoş gələn bir ideya ola bilər, amma bunun kommersiyalaşdırılması, marketinq tərəfi, yəni buna səbəb olmalıdır kimi düşünülmür. Fikrimi çatdıra bildiyim nə demək istəyirəm? Başqa bəlkə ifadə edeyim, başqa cür ifadə edeyim. Misal üçün produkt. Bəli. Yəni dolayısıyla produktun ideyası ortaya çıxır, düzdürmü? Bu produkt təqdimata yol olmamışdan qabaq, birinci növbədə o produktun rüşeymində artıq onun gələcəkdə necə satıla biləcəyi senarisi, vizyon olaraq görülməlidir. Yəni sən burada öz produktun rüşeymində nəzərə almalısan ki, mən burada elə bir dəyərlər yaratmalıyam ki, bu produkta. Mən bunu anons eləyəndə artıq müştəri cəlbində ya subscription deyirik də biz ona, məsələn, daha çox modellər onun üzərindən işləyir. Bu tərəfdən əziyyət çəkməyim. Yəni yoxsa sən məsələn gəlirsən bir yolu MVP stage-i keçirsən, nə bilim filan peşməkan gəlib başda ki, hansı ki bugün təcrübədə ən çox bizə gələn startaplar tərəfindən müraciətlər odur ki, hər şeyimiz var, MVP-ni keçmişik falan, amma membership toplaya bilmirik şeyə. İndi biz burada nə edək ki, birdən-birə bizim o aplikasiyanın üzvləri artsın. Amma bunu başda düşünmək lazım. Çünki o marketinq rüşeymində girməlidir məsələn üçün artıq. Aydındır. Təhlükəsizliklə bağlı çox maraqlı bir məqam vuruladı. Mən özümdə dərhal qeyd elədim ki, bununla da bağlı yığcam bir məlumat alım ki, bu necə tənzimlənir ki, gənclər bu gün sizi dinləyənlər tam güvənərək proyektini götürüb gətirə bilsinlər. Baxın, ideya, unik ideya deyə bir şey yoxdur əslində belə götürsək və bu dəqiqə dünyanın top 10 şirkətinə baxsaq, hansılar ki, dəyər üzrə hesablamalara və s. baxsaq, zaten Tesla'dan əvvəl elektromobil istehsalı var idi. Facebook'dan əvvəl MySpace var idi. Spotify'dan əvvəl Pirate Bay var idi və s. Yəni bu nümunələr sonsuza qədərdir və unik ideya yoxdur. Hər şey gedir execution'a dirənir. Yəni necə bunu həyata keçirəcəksən. Ona görə əmin deyiləm ki, burada unik ideya problemi var. Tamam. Razıyam ki, bəzi ideyalar gedir elmi tədqiqata dirənir və bu ideyalar akseleratsiyadan daha çox elmi tədqiqat araşdırması kimi yanaşılmalıdır və sonradan kommersiyalaşmalıdır. O halda isə zaten siz patenti əvvəlcədən almış olsunuz və siz tamamilə qorunmuş olsunuz. Çünki elmi tədqiqatın sonunda sizin bir müraciətiniz olmalıdır, patentinizi almalısınız və s. Amma əksər hallarda nümunə deyəcəm. Maskarad deyə bir şirkət var idi. Belarusdan səhv eləmirəmsə, indi çoxumuz istifadə eləmişik xəbərimiz olmadan. Instagramın filtr funksiyasını oradan alıblar. Maskarad şirkətinin founderları deyə bilər ki, biz texnologiyalarımızı bölüşmürük. Bəli. Amma əslində nə oldu? Belarusiyadan getdilər Almaniyada konfransda. Onlarla Instagramın founderu tanış olur orada yerində və deyir texnologiyanı mən izah edə bilərsənmi? Halbuki deyə bilər demərəm nədir. Orada əslində məntiqi üzdəki nöqtələri götürür və onun əsasında filtrləri o üz nöqtələrinə oturdur. Bəzən bəlkə fikir vermiş üzdə biraz istiqamətin dəyişəndə filtrdir və s. So yəni bunu bu formada izah elədilər. O sirri saxlamadılar özlərinə və çox qısa müddətdə heç bazara açılmadan demək olar Instagram onları çox böyük dəyərlə aldı. Halbuki deyə bilər ki, bu mənim unik ideyamdır, bunu paylaşmayacağam və s. Bu biraz oyunun qaydaları var və o startup oyunun qaydalarına uyğun olaraq oynamaq lazımdır. Bəzi şeyləri gizlətmək lazımdır mı? Lazımdır. Bu marketinq strategiyası olsun. Necə eləyəcəksən ki, mənim verdiyim sənə pulun böyük hissəsini Google-a verməyəsən və müştərini Google-u daha da varı eləməyəsən. Bu sualların cavabını təbii ki, bəzən gizlətmək lazım, bəzən hansısa formada. Amma %90 halda burada bir unik bir komponent qalmır. Sadəcə hər şey gedir, icraya dirənir. Əla. İndi dönək Baku ID məsələsinə. Nədir bu Baku ID? Baku ID festivaldır. Yəni bizim üçün bu bir
şəbəkələşmə imkanıdır. İlk öncə Azərbaycandan olsun, bölgədən olsun bir çox startup ekosisteminə aidiyyatı olan adamlar bir araya toplanması üçün unique opportunity-dir. Bu imkan nə özündə kəsb edir? Venture fondlar gələcəkdir. Qazaxıstandan, Özbəkistandan, Gürcüstandan, Türkiyədən, Saudidən, UAE-dən və s. Biz daha geniş regiondan, hətta Amerikadan belə venture fondlar gələcəkdir. Startuplar gələcəkdir eyni dediyim regionlardan. Eyni zamanda dövlət rəsmiləri, böyük korporativ şirkətlərdən məsul şəxslər, hansı ki, sırf startuplarla işə cavabdehdirlər, startuplara maraqlı olmalıdır, həmin şəxslərlə əlaqələnmək, onlarla vizit kartı exchange eləmək, hardasa oturub bir stəkan kofe içib nəyisə müzakirə etmək. Və imkanlarımız da bu istiqamətdə, belə deyək də, gün ərzində bir xeyli imkan olur ki, bundan həmin o startuplar, qonaqlar faydalana bilər. Deyək, kiminsə ideyası yoxdur, ideyası olmaya da gedib oturub kofe içə bilər və sonra öz komanda yoldaşını tapa bilər orada gələcəkdə, həm fikrini tapa bilər. Eyni problemi həll eləmək istədiyi bir gələcək komanda yoldaşını tapa bilər. Əslində budur, bir icma və bir şəbəkələşmə imkanı. Mənim bir başqa sualım var Orxan bəyə, özümə çox maraqlıdır. İnanıram ki, izləyicilər də maraqlı olacaq. Bizim uğurlu, daha doğrusu uğur yolunda addımlayan yerli startuplarımız var da, indi beynəlxalqa da genişlənmə başlayıb və s. Amma bunlar artıq müəyyən bir fond əldə edirlər və təbii ki, bu tək product development tərəfində istifadə olunmur, bunun marketinq tərəfi və s. hamısı nəzərə alınır. Çünki artıq beynəlxalq bazara çıxırlar və oradakı rəqabətlə başa-baş gəlməlidirlər və yaxud da ki, auditoriyanın sevimli bir texnologiyasına çevrilməyi hədəfləyirlər, belə deyək. Texnoloji həllinə çevrilməyə daha doğrusu. Mən məsələn rast gəlməmişəm, bəlkə də var, bilmirəm. Hansısa bir uğur yolunda addımlayan startupımız üçün bir onun belə deyək də biznesin inkişafı çərçivəsində marketinq strategiyası hazırlansın. Mən bunu nə eşitmişəm, nə görmüşəm. Yəni professional olaraq, peşəkar olaraq biri var ki, məsələn onun öz komandası çərçivəsində öz vizyonu ilə ortaya bir çıxarlar qoysun. Bir də var ki, məsələn deyirəm, 10 milyon dollar, 20 milyon dollar və s. ilaxır bir fond cəlb edən yerli uğurlu startuplarımız, onların məsələn belə bir təşəbbüsdə müraciətlərini hiss eləmirəm bazarda. Bu bizim bazarda belə bir müraciətlər yoxdur, yoxsa onların belə deyək xarici vendorları var ki, bu məsələdə dəstək olurlar. Mənə çox maraqlıdır. Çünki yerli startup ekosistemin yaranması və uğuru, inkişafı əslində yerli iqtisadiyyatı da tətkikləməlidir. Mən bizim startuplara bunu aid etmək istəmirəm, amma bilirəm ki, yerli markalar var ki, onlar belə deyək də, belə strateji həlləri daha çox xarici vendorlardan gözləyirlər. Yaxşı sualdır. Azərbaycanın uğurlu startupların əgər birinci baxaq o siyahıya ki, sualı düzgün cevablaya bilək. Deyə bilərəm ki, Azərbaycandan çıxmış ən böyük startup hazırda Push30-dur. Ondan digərləri də var, təbii ki, exit eləmişləri də var, Nexail var, hansı exit eləyibdir və s. Eyni zamanda Azərbaycanlı co-founderları olan, həm təsisçiləri olan Halal Booking startupı var, məsələn UK-dədir. Digər Azərbaycanlı co-founderı olan, əslən Azərbaycanlı olan və s. Amerikada olan startuplar da var eyni sırada. Amma nümunə olaraq əgər biz yerli Azərbaycandan çıxmış startupı götürürüksə, Push30-un marketinq strategiyasının daxili komandası təbii ki, hazırda hazırlayır. Hansı agentliklə iş varmı? Bəli, hansı agentliklərlə işləyirlər. Amma bu strateji səviyyədə özlərinin strategiya komandası var ki, hansı həm marketinq strategiyası, həm satış strategiyası, həm financial və s. bu məsələləri aparır. Xarici vendorlarla işləyirlərmi? Təbii ki, yox. Çünki Push30 üçün də maraqlıdır ki, Azərbaycan iqtisadiyyatına həm düşünsəz ki, Azərbaycanda headquarter'ı var, baş ofisi Azərbaycandadır və Qazaxıstanı, Özbəkistanı, sabahlarım Saudini və s. hamısını Azərbaycandan idarə eləyəcəklər. Bu yeni iş yerlərinin açılmasına təkan verir, iqtisadiyyata bu istiqamətdə təkan verir. Hansısa marketinq agensilərlə işləməyə hazırda ehtiyac yoxdur.
biznesin spesifikasına uyğun olaraq, çünki B2B produktu sırf satış üzərinə dayanandır və onun strategiyası da əslində biraz maliyyəyə gedibdir. Və produktun strategiyası ilə bağlı məsələn. Feature və sair nümunəsindən söhbət edir. Yəni eynən, məsələn tutaq ki, misal gətirim. Bizim Türkiyə ofisimizin təcrübəsini paylaşmaq istəyirəm. Riot Games bəlkə eşitmisiniz bu oyunu. Həmin oyunda haterların, yəni o döyüşən şəxslər, tərəflər ki var, haterların artması oyun sürəcinin azalmasına səbəb olurdu və bununla bağlı bir case tələb olundu konsultantlardan, strateji konsultantlardan ki, biz bunu necə həll etməliyik. Onun həlli ilə bağlı, məsələn, onun həlli verildi və bu həll benchmark olaraq Silikon vadisində təqdimat olundu. Okay? Yəni, dolayısıyla produktun sağlamlaşmasına və penetrasiyasına dəstək olacaq bir strategiya təklif olundu. Marketinq deyəndə biz onun kommunikativ tərəfini nəzərdə tutmuruq. Həm də ki, produktu nəzərdə tuturuq. Bax, o tərəfdə məsələn mən bunu hiss eləməmişəm. Bir də ki, daxili komanda ilə biz niyə həmişə çalışırıq ki, hər şey daxili komanda ilə eləyək? Yaxşı sualdır. Sadəcə daxili komandanın daxili kapasitesi çox vacibdir. Hazırda nümunə olaraq deyəcəm ki, Push-30-un daxili Push-30 nümunəsini sadəcə müzakirə edirik, o istiqamətdə cavablayım. Daxili komandasında elə konsultant backgroundda adamlar, keçmişi McKinsey-də və s. kimi böyük konsultasiya şirkətlərində olan adamlar olduğuna görə həmin o case study-lər və s. daxili komanda daha məntiqə uyğundur. Sadəcə cost-benefit analizisi olaraq baxsaq bu məsələyə. Yəni, outsource elədikdə orada additional bir royalty fee-lər və s. var, hansı ki, hazırdakı mərhələdə məntiqli gəlmir. Ola bilər ki, 2 il sonra haradakı Push-30 7 bazarda olacaqdır və baş ofis həm o 7 bazara baxmalıdır, həm strategiya, həm o product strateji və s. hazırlamalıdır. Onda çətinlik çəkə bilərlər. Amma indi məsələn nümunə olaraq deyəcəm, həmin o produkt baxımından Push-30-da da bu yaxınlarda bir case olmuşdu. Fraud caseləri olur, bir device-dən bir neçə adamın istifadə eləməyi olur. Baxsan ki, bir müştəri gündə 2 dəfə zala gedir, gündə 3 dəfə zala gedir və real olmayan bir behaviorlar var və s. Onunla bağlı bir product improvementlar oldu. Həm Azərbaycan, həm Qazaxıstan, həm Özbəkistan üçün tətbiq olunan və çox da uğurlu bir nəticə oldu ki, o fraud caseləri bir xeyli 90% yığışdıra bildilər. Ona görə sizlə tamamilə razıyam ki, bir böyük həcmə gəlib çatanda, məsələn, Riot Games və s. həcminə gəlib çatanda haradakı söhbət artıq yarım milyard dollarlıq, 1 milyard dollarlıq şirkətdən gedir və onların investisiya məbləğlərinə baxanda 100 milyon fundraising eləmiş startup olanda onun harca 10 milyonunu R&D-yə və consultancy-yə ayırmaq məntiqli gələ bilər. İndiki aşamada sadəcə bu daha məntiqə uyğundur və məğzi elə bir ki, nəticə olaraq istənilən nəticəni verə bilir deyə bu daha məntiqli addımdır. Çox güman ki. Təbii ki, burada bir dəfə Adil Qasımov oturar, siz Adil Qasımovla Push-30-un yaradıcısı ilə, qurucusu ilə söhbət edirsiniz. Yəni ki, o daha detallı bu məsələləri cavablaya bilər. Yəni, görüşsə mütləq mübahisələndirəcəm məsələni. Məncə bu itirilmiş bir fürsətdir. Orxan bəy, mən yenidən qayıtmaq istəyirəm Baku ID məsələsinə ki, siz dediniz festivaldır və dünyanın fərqli ölkələrindən istər startapçılar, istər investorlar cəlb ediləcək və yaxşı bir fürsətdir. Mən bilmək istəyirəm, indi düzdür, bilmirəm, hal-hazırda tədbirə, yəni həmin tədbirə iştirak şərtləri necədir, dayandırılıbmı, yoxsa hələ davam eləyir? Biraz bunlarla bağlı bəhs eləyək ki, bəlkə kimsə indi bizim bu buraxılış da qısa zamanda yayımlanacaq, yenidən müraciət edə bilər. Bizdə hazırda tədbirin tarixini qeyd edirəm ki, 19-20 iyun olacaqdır. Jolly Joker və Daş Salnaməsi muzeyində keçiriləcək. Hazırda biletlərimiz iTicket platforması üzərindən satışdadır. Startup olaraq qeydiyyatdan keçmiş və səhnəyə çıxacaq 50 startupı biz artıq bilirik və qeydiyyat forması təsvir olsun ki, biraz əvvəl, bir neçə həftə əvvəl bitibdir. Amma bu o demək deyir ki, startupı olanlar bütün imkanları əldən veriblər. Çünki orada open mic olacaqdır, açıq mikrofona çıxıb öz startupın pitch eləmə imkanı veririk. Daha sonra orada B2B zonamız var, haradakı belə deyək, digər fondlarla və s. networking eləyə bilərlər. Eyni zamanda belə deyək də əyləncəli zona var ki, harada
əminəm ki, venture fondlar və sair hamısı elə orada olacaqdı. Biz özümüz də orada olacağıq. Startuplar yaxınlaşa bilər, soruşa bilər bizdən ki, fond kimdir, nə bilim, böyük şirkət kimdir və sair. Onlarla tanışlıq imkanları yarada bilərik. Əli bəy zaten bizim birinci Baku IDC-də də iştirak eləyibdi. O çox bundan harca 10 dəfə daha kiçik formatda idi. İndi elə bir hər şey ona vurulmuş formada, böyük bir festival formatında həm belə deyək, həm əyləncə hissəsi var, həm startupların çıxışları var, həm böyük elanlar olunacaqdır, həm Azərbaycan üçün, həm daha geniş region üçün elanları eləyəcəyik orada səhnədən. O qapalı otaqda mənə sual verən yoldaşlara da üzümü tutub deyirəm. Gəlin yerində canlı mühitdə görün, proses necə gedir. Dinləyin. Hər şeydən bir kənar əvvəlcə ilk addımı atanlar üçün də maraqlı bir mühit olacaq ki, proses necə gedir, bir kənardan izləyib daha növbətisində artıq gəlib rəsmi olaraq müraciət eləyə bilər. Daha əvvəlki Baku IDC-dən çıxan maraqlı bu layihələrlə bağlı istərdim sual vermək, startuplarla bağlı ki, necə bir uğurlu layihələr oldu? Uğur hekayələri çoxdur əslində. Baku IDC-nin belə deyək, vasitəçiliyi ilə artıq 4 milyon dollardan çox yatırım olunubdu müxtəlif startuplara. Təbii ki, burada hər bir fondun öz daxili prosesləri var. Baku IDC-də elan elədiyindən daha artıq investisiya edən fondlar da olubdu və s. Məsələn, bir nümunə deyəcəm. Ötən Baku IDC-də Platma startupı var idi Qazaxıstandan. Bakıya gəldi və türk investorla əlaqə qurdu və daha sonra həmin investordan investisiya cəlb elədi. Eyni zamanda Azərbaycan startupları da var ki, hansı, məsələn, ilk Baku IDC-nin nəticəsi olaraq Persky startupı Startup Wise Guys-in Estoniyadakı kohortuna qəbul oldu və ondan sonra da elə Gürcüstandan fundraising elədi və s. və s. Bir çox bu tip nümunələr var. Azərbaycanlı startupların xarici venture fondlara və yerli venture fondlara çıxış imkanı əldə edirlər, tanış olurlar. Təbii ki, sonra uzun bir proses gedir, harda ki, qərarlar qəbul olunmalı olur və s. Amma ilk tanışlıq olaraq həmin fondların idarə heyətinin üzvləri ilə çox yaxşı bir imkandır. Mən ən sevdiyim o prosesdə bilirsinizsə də o pitch eləyirlər. Və orada nətər ideyasını satır, özünü satır, komandasını satır. Yəni mükəmməl bir O özü ayrıca bir təqdimat bacarığı tələb edən bir şeydir də. Yəni sadəcə olaraq mükəmməl startapa sahib olmaq kifayət eləmir. Adamın özü yaxşı satmalıdır özünü. Təqdimat bacarığı güclü olmalıdır. Bunun üçün sabah hubda nəsə edilirmi? Yəni tutaq ki, bir insan gəlir deyir ki, mənim çox yaxşı startapım var, amma təqdim edib sata bilmirəm. Çox vaxtda fail, mənim kimlər fail olur təqdimatda. Elə deyin. Yes, bizdə fərqli proqramlar var. Akselerasiya inkubasiya proqramlarımız var. Harda biz startaplarla elə iştirak birlikdə onlarla bir proqramdan keçirik. Burada bizim xarici partnyorlarımız var. Startup Wise Guys var, hansı ki Avropanın ən böyük akselerasiya fondlarından biridir. Bolt, Taxify bizim bu günlərim istifadə etdiyimiz şirkətin ilk yatırımcılarından biri olubdu vaxtı ilə. Bundan əlavə bizim AI Business School Avropanın ən böyük biznes məktəbi ilə əməkdaşlığımız var. Həmin əməkdaşlıq çərçivəsində həm Stanforddan, MIT-dən, Harvarddan professorlar gəlir Bakıya və bu necə ideyanı təqdim eləmək lazımdır, onu dəstək olurlar və hazırlayırlar həmin startupları böyük səhnədən çıxış üçün. Və əlavə olaraq bizim Spin Lab Avropanın ən böyük clean tech fokuslu, yəni climate fokuslu akselerasiya mərkəzlərindən biridir. Almaniyada yerləşir və onların Azərbaycanda artıq bir dəfə proqram eləmişik. Önümüzə gələn ildə də əlavə bir neçə aktivitelərimiz planlaşdırılır. Əlavə digər partnyorlarımız da var. Təbii ki, hamısını Baku IDC-də elan eləyəcəyik. Gələn il bizi nələr gözləyir və orada çox maraqlı anonsmentlar olacaq proqramlar barədə də. Əla. Siz danışanda mənim ağlıma nə gəldi? YouTube platformasında görmüşəm, Amerika Birləşmiş Ştatlarında belə bir proqram var. Gəlirlər, investorlar əyləşirlər və gəlib layihələrini Shark Tank. Səhv etmirəmsə, elə bir layihədir və çox maraqlıdır. Mən orada baxıram, izləyirəm. Nəyə ən çox izləyirəm? Bir insanın öz layihəsini inanaraq təqdim etməsi və investordan yox cavabı alanda ki, o psixologiyası, o məqam çox maraqlıdır. Ondan sonra nə baş verir o adamlarla çox maraqlıdır. Çox maraqlı şeylər var. Yəni ilk investordan yox cavab alan kimi dərhal ruhdan düşüb
xidməti təqdim etməyi dayandıranlar var. Bir investordan yox alan kimi sadəcə o investordan üzünü döndərib digəri ilə göz kontaktı qurub və bu dayanmadan inandığı layihəni təqdim edənlər də var. Çox istəyərdim ki, bizim ölkədə də belə bir proyekt olsun. Bir də başqa bir indi ona şərh bildirəcəksiniz. Bir də başqa bir tərəfi məsələnin indi hər şey istəyir əslində bir ekosistem görən kimi o ekosistemdən həmin o fail edənlərin ideya ilə bağlı ya pitchdə fail edənlərin bu sağlamlaşdırılması ilə bağlı bir proses varmı sizdə? Ruhdan düşməsin, yəni qayıtsın, davam etsin cavabı alır və s. da, yəni bu insan yox cavabı alır. Əslində yox cavabı çox olur. Startap yolu elədir ki, daima yoxları eşitsən və o bir dənə həni gözləyirsən, belə deyək, amma əslində o yox cavablarını qarşı necə reaksiya verəcəyin, sənin necə founder olduğunu, necə təsisçi olduğunu göstərən bir şeydir. Burada gəlir o biraz daha öncə sizin toxunduğunuz məsələyə ki, arxasındakı motivasiya nədir həmin adamın? Əgər motivasiyası sadəcə varlı olmaqdır, kimdənsə 100 min alıb sonra kimdənsə 1 milyon almaqdırsa, təbii ki, o adam ruhdan da düşəcək və s. Amma əgər hədəfi bilirsə ki, bazarda belə bir problem var, məsələn, marketinq sahəsində toş işini reklamlar vermək, düzgün adamı düzgün yerdə auditoriyanı tutmaq çətindir. Insider'ın istoriyası Türkiyədən son unicornlarından biri. Sadəcə bu problemi həll etmək istəyir və inanırsınızsa əgər Insider neçə dəfə yox cavabı aldığını özləri bilir. Yəni mən Insider'ın yatırımcılarından biri olan 212 fondu var, onlarla danışmışdım. Hətta istəyirdik Bakıya da dəvət eləmək, təsəvvür olsun ki, kalendarın yüklülüyü ilə bağlı alınmadı bu il gəlmək, gələn il inşallah Bakıya dəvət eləyəcəyik. Insider neçə dənə yox cavabı aldığı və eyni zamanda necə 212 fondu onları investisiya elədiklərində olan sevinç, o sevinç deyildi ki, artıq kimsə bizi inandı. O sevinç idi ki, biz artıq bu yolu tək getməyəcəyik. Biz bu problemi həll eləmək istəyirik və bizim yanımızda bizə dəstək olan adam var. Sadəcə bizə pulu verib qıraqda duran deyil. Bizim artıq partnyorumuz var. Və yatırımcıya həmişə partnyor gözü ilə baxanda daha da yaxşı bir chemistry yaranır aranızda. Kimya yaranır arada. Əla. Əslində çox yaxşı bir məqamda. Az əvvəl verdiyim sual var idi. Nə edə bilər ki, investorun diqqətini çəksin? Bu da çox vacib məqamlardan biridir ki, yəni ona pul gözü ilə, invest gözü ilə baxmayasınız, partnyor və tərəfdaş gözü ilə baxasınız ki, yəni sizinlə birgə addımlayacaq insan. Çox qəşəng məqamdır. Başqa bir nüans, bir də ki, ola bilər yanıla bilərəm. Sizin təcrübəniz bu istiqamətə kifayət qədər genişdir. Yenə də qayıdıram komanda məsələsinə ki, komandanı formalaşdıranda, məsələn, bizdə bir təəssüf ki, belə bir şey var da, hər şey mənimdir, ideya mənimdir, mən qabaqda görsənməliyəm, mən öndə olmalıyam. Bir ego. Bir ego var, mən bunu hiss eləyirəm. Yəni, tək bu startaplarla bağlı deyil, amma komanda, o investorların bəlli bir kriteriyaları var ki, o kriteriyalar əsasında qərarlarını, belə deyək də, verə bilirlər. Məsələn, tutaq ki, öz əvvəlki startap təcrübələrində bir neçə dəfə ya bir dəfə fail olan adam daha etibarlı qəbul olunur. Məsələn, qiymətləndirmədə. Okey də, yəni misal üçün sən komanda yaradanda elə bir təcrübəsi olan insanı əgər komandaya qatsan, bu artıq sənin üçün bir səhv etmirəmsə bir plusdur. Düzdürmü? Doğrudur. Yəni dolayısıyla investorla bazarlığa gedirsənsə, sən özün də öz hilələrini düşünməlisən ki, bu komandanı necə yaratmalıyam, hansı mesajla getməliyəm qabağa və s. Yəni yoxsa elə hər şey mən və sonda da Bunu da eşitmişdim ki, udma şansı, yəni layihənin udma investoru diqqətini cəlb etmə şansı sən əgər tutaq 5-6 dəfə yox cavab almısansa daha yüksəkdir, nəinki 2 dəfədən müraciət edirsən. Doğrudur belə bir deyim. Ehtimal nəzəriyyəsi ilə doğrudur. Orada belə bir incə bir xətt var ki, bir adam durmadan 100 dəfə fail eləyibdi və eyni səhvi eləməyə üzrə gedirsə, təbii ki, investorlar da bunu çözür və bilir və görür və ona görə investisiya etmir. Amma komanda işin çox böyük hissəsidir deyərdim. 500 Global'ın dünyanın ən böyük akselerasiyaya bağlı fondlarından biri olan 500 Global'ın motosu səhv eləmirəmsə budur ki, biz baxanda deyir 3 şeyə baxırıq. Komanda. Yəni bu qədər sadə. Orada da əsas bir neçə məqam var. Bir, complementing skills, yəni bir-birini tamamlayan bacarıqlar olmalıdır. Bu həm yumşaq, həm sərt bacarıqlardan söhbət gedir.
Əgər kimsə Odalovdursa, kimsə o digər tərəfdə yola verən olmalıdır. Əgər kimsə riyaziyyat deyək, bu maliyyəni, hesablamaları və s. aparırsa, digər adam kreativ, yaradıcı tərəf olmalıdır. Kimsə kodu yazırsa, 5 dənə developer bir yerə yığılıb, yəni uğurlu startup ortaya qoya bilməz. Onların yanına bir dənə də biznes yönümlü adam lazımdır. Bunun üçün çox yaxşı bir kitab var, nümunə olaraq verə bilərəm. Founders kitabı var. PayPal mafiyası dedikləri bir mafiya var. Elon Musk, Reid Hoffman və s. PayPaldan sonra YouTube-u yaradırlar. YouTube founderları olurlar, LinkedIn-in founderı olurlar və digər böyük bir dəqiqə ekosistemin belə deyərdim, harsa 60-70% PayPal-da vaxtı ilə çalışmış adamlardan söhbət gedir. Orada da hamı Elon Musk'ı belə biraz indi son zamanlar populyar olubdu. Elon Musk'ın bacarıqları barədə danışırlar, amma Elon Musk'ın komandası barədə o kitabda bir xeyli yazılıbdı və necə onun komandası olmasaydı, həmin o uğurun 10% belə olmazdı. İlk X.com vaxtlarında, bu 98-ci ildə və s. olan vaxtlarda olan hər bir şey detallı o kitabda yazılıbdı və niyə komandanın məhz vacib bir amil olduğu orada düzgün formada da qeyd olunubdu. Qəşəng, əla. Yaxşı, Sabah Hub'ın gələcəklə bağlı layihələr maraqlıdır. Nə etmək istəyir ölkədə? Gənc ideyalara yeni necə qapılar açmağı düşünür? Bizim növbəti planlarımız belə deyək, gələn il üçün fokusumuz önümüzə gələn yay Sabah City-nin açılışıdır. Sabah City texnoloji şəhərdir belə deyək. Və orada elmi tədqiqat araşdırmalarını dəstəkləmək. Oranın rezidenti necə olmaq olar? Mənə maraqlı gəldi. Hazırda ilk fazanın rezidentlərini tam toplamışıq. Biz korporativ universitetlərdən seçilmiş tələbələr və s.dən ibarət bir camiə yaratmışıq orada. İkinci fazada daha çox startup, əlavə də startuplar, hələ də startuplar var, amma daha da çox startup ora cəlb eləməyə planlayırıq. Bu önümüzə gələn ilin belə deyək də əsas fokuslarından biridir. İkinci məsələ bizim venture fondunun yatırımlarına fokuslanırıq. Təbii ki, venture fondumuz 25 milyon dolların çox kiçik bir parçasını hələ ki yatırımını etmişik. İstərdik ki, daha da yaxşı Azərbaycandan və regiondan olan layihələri ilkin aşamada tapaq və onlara dəstək göstərək. Həmin o dediyimiz partnyorluqla bir yolu getməklə investisiya eləmək istəyərdik. Harada ki, smart money deyirlər, yəni ağıllı pul formasına çevirilək. Üçüncü fokusda Sabah Akademiyadır, Sabah School'dur və s. kimi təhsil, Sabah Lab olsun, təhsillə bağlı olan inisiativalarımızda daha da böyük kütlələrə, daha da yaxşı kontenti çatdırmaq. Onlarla daha da çox one-to-one mentorshiplər keçirmək. Mentorship çünki bu işin təməlində durur. Çox adam onu göz ardı eləsə də, hər bir adamın, hər bir startupın mentorunun kim olduğu çox vacibdir. O startupın nəbzini təyin edir. Bu istiqamətdə bəlli bir aktivitelərimiz olacaq. Sabah Akademiyanın daha da böyük kütləyə çıxmağını istəyərdik. Sahibkarlıq kursunun universitetdəki gənclərə. Artıq seçilmiş 10 universitetdə varıq, seçilmiş qruplardan sahibkarlıq kursu keçirik, amma istərdik ki, təbii ki, daha da çox insana oradan çataq. Bir sözlə sıfırdan yetişdirməyə daha çox adaptə olmusunuz. Çox qəşəng. Əla. Yəni ekosistem olaraq baxsaq, insanlar olmalıdır, onlar üçün infrastruktur olmalıdır və eyni zamanda onlara bir yatırım olunmalıdır. Bu üç tərəfdə də istəyirik ki, bəlli bir fəaliyyətimiz olsun. Məncə onlara marketinq strategiya ilə də bağlı rezident lazımdır. 100% lazımdır. Danışarıq. Başqa bir sualım yarandı. Təcrübənizdə bax indi bu çox belə məsuliyyətli, həm də cənab prezident də qeyd elədi ki, bu yeni texnologiyalar, süni intellektlə bağlı iqtisadiyyatımızla bu yöndə istiqamətlənməsi məsələsi qabarır. Bax, bu bir şərəfli yolda, bu maraqlı bir yolda fikir almaq istərdim. Əsas çətinlik nədir? Sizin belə deyək də, nəzərdən belə deyək, biraz cümlə qəribə səsləndir. Əsas çətinlik və nə motivasiya eləyir onu çalışmağa? Əsas çətinlik sadəcə vaxtın limitli olmağı və bizim bütün Azərbaycanın bütün dünyaya qarşı mübarizə aparmağı bu sahədə. Çünki biraz bir adım... Niyə mübarizə? Ön yarğı var? Yox, sadəcə biz aramızdakı
fərqi bağlamağa çalışırıq. Aydındır. Başa düşdüm. Biz bir addım geriyə dönüb baxsaq, biz hamı ilə aramızda olan o fərqi bağlamağa çalışırıq, texnoloji və s. Yəni bizim qonşu ölkələrdən artıq unicornlar çıxıb 1 milyard dollar dəyərini keçmiş şirkətlər. Bizdən hələ də elə bir şirkət ortaya çıxmayıbdı. O tərəfdən baxdıqda biz o aradakı fərqi bağlamağa çalışırıq. Burada da təbii ki, insan kapitalı ən vacibdir. Gənclərin artıq startapı karyeranın bir yolu olaraq görməsi çox vacibdir. Sadəcə korporativdə 9-6 iş deyil də, startapda 7-dən gecə 12-yə kimi iş imkanı da var, amma daha böyük geri dönüş hardasa olacağını düşünməkləri lazımdır. Nə bizi motivasiya eləyir? İqtisadiyyatımızın daha davamlı olmasını biz də istəyirik olsun və biz dedikdə tək Sabah adından deyil də bütün ekosistem adından rahatlıqla bunu deyə bilərəm ki, hamı ölkənin iqtisadiyyatın daha da davamlı olması üçün əlindən gələn mübarizəni qoyur ortaya. Son olaraq bu sahəyə baş vuran gənclərə tövsiyənizi də alım, ondan sonra sizi yormayım. Deyərdim ki, öz üzərində işləmək lazımdır. İnkişafın təməli bir insanın özünün inkişafından başlayır və hər bir belə bir söz var ki, sən ən zəif bənd qədər güclüsən. Ona görə məsləhətim olardı ki, hamı öz üzərində çalışıb inkişaf eləsin və güclü bəndə çevrilsin. İkinci məsələ təbii ki, networking, tanışlıqlar, düzgün münasibətlərin qurulması. Çünki öz üzərində işlədikdən sonra həmin o münasibətlərdir ki, sənin növbəti addımları açmağa başlayacaqdır. Və maraqlı imkanları daima dəyərləndirmək məsləhəti verərdim ki, ölkədə bir xeyli şey baş verir. Hansısa konferanslar keçirilir, hansı tədbirlər keçirilir, kimsə nəyinsə üzərində işləməyə başlayır və imkan yaranır, kimsə gəlir təklif edir, bizə qoşul və s. Və təkliflərə daima açıq olub həmin o maraqlı imkanlardan yararlanmaq, Baku ID olsun, Emerge Summit olsun, sentyabrda olacaq və s. və s. Bu imkanlardan maksimum yararlanmağa məsləhət görərdim. Baku ID-dən sonra məncə bir də görüşməliyik. Məncə də yekunla bağlı necə bir görüş baş tutdu, gözləntilərlə bağlı çox maraqlı olar, mən də elə düşünürəm. Bir də ki, inşallah Sabah City açılanda bizi dəvət eləsə, gəlib oradan podkast çəkərik. İnşallah, orada da podkast otağı planlayırıq. Gəlib orada yerində çəkərik canlı. Çox təşəkkür edirəm Orxan bəy. Çox maraqlı, faydalı söhbət oldu və əminəm ki, elə burada da bizi izləyənlər, startap ideyaları olanlar və başlamaq istəyənlər, baxmayaraq ki, qurumun adı Sabahdır, siz bugündən başlayın. Yatırıma bugündən başlayın. İzlədiyiniz andan başlayın. Çünki heç bir şey bəhanə gətirmədən özünüzə. Bizdə var da hamımız hər şeyi sabaha saxlayırıq ya da birinci günə saxlayırıq. Ona görə də mütləq bugündən başlayın. Həm psixoloji olaraq özünüzü hazırlayın hər bir şey, çünki asan bir yol deyil. Və mən ən çox ona nəyə inanıram? Əgər bir layihəyə inanırsansa, yəni onun başdan uğursuz olma. Uğursuz deməyim də daha çox təcrübə qazandırma şansı var. Sonrasında isə artıq o yol açılacaq. Özünə uyğun, o getdiyi yolda uyğun tərəfdaşlarını tapacaq deyə düşünürəm. Ona görə ruhdan heç kim düşməz. Ancaq qürur duymaq olar. Belə təşəbbüslər, sizin kimi belə deyək, gözəl insanlar bir təşəbbüsün ətrafında toparlanıb və Azərbaycan startap ekosisteminə dəstək olurlar. Çox sağ olun, öz adınızdan da təşəkkür edirik, amma mütləq şəkildə Baku ID-dən sonra sizi gözləyəcəyik burada. Bəli. Yekun bir tədbirin yekunu ilə bağlı söhbətləşərik. Mahir Mədətova da salamlar. Çox sağ olun, belə bir təşəbbüs elədiniz. Bəli, Mahirə böyük sağ ol. Çox sağ olun bizi izlədiyinizə görə. Əminik və inanırıq ki, bu buraxılışın da sizə faydamızda idi. Bizi yenə də dediyim kimi həm YouTube-dan, həm Spotify-dan dinləyə bilərsiniz. Bu əslində linki mən digər sosial platformalarda da paylaşıram. Oradan da keçid edib baxa bilərsiniz. Növbəti inşallah buraxılışımızda düzdür, bundan sonraki olmayacaq. Artıq Baku ID tədbiri başlayandan sonra sözümüzü almışıq. Mütləq vaxt eləyib tədbirin yekunu ilə bağlı bir necə deyirlər, bir podkast hazırlayarıq. Orada qatıla bilərsiniz. İndidən suallarınızı ünvanlaya bilərsiniz. Tədbirdən sonra da suallarınızı yaza bilərsiniz mənə ki, mən elə yerində Orxan bəydən soruşum. Mənə maraqlı olan bilirsiniz nədir Şəbnəm? Görürsən bu hissəyə qulaq asan olacaq sonda. Bu hissəyə qulaq asana aşağıda kəpənə ikon qoy. Və bilim ki, siz bizimləsiz. Çox sağ olun, minnətdaram, təşəkkür edirəm. Sağ olun, görüşənə qədər.